Selamun Aleyküm ve Rahmetullah, əziz dostlar, qardaşlar və bizim biznes partnyorları. Biz hal-hazırda Karachi şəhərindəyik və mən sizin üçün bu qısa şəkildə video hazırlamaq istəyirik. Deməli, biz burada çəkliklərimiz nə olacaq, bizim nə şəkildə iş gördüyümüz, bizim çay sifarişimiz və biraz da yəni şəhərdən sizə məlumat verəcək. Hal-hazırda biz bu oteldə qalırıq, Masigim. İndi buyurun gedək qabağa o tərəfə. Və bunlar hamısı motosiklardır. Bax, satı, şariyədə. Və burada beləncə yol hərəkatı vəbşə dayanmır. Bir dəqiqəlik də dayanmır belə. Sakitçilik eşitmə olur. Такой вот здесь есть Rukia салон and spa. Вот. Даже целый Rukia салон есть. Evet, bu yıllarda muraveyler var. Cemaat murtaşı deyir o nədir? Kaçma minmişik belə muravey tipli şeyə. Buna motosikl deyək, buna maşın deyək. Miniyə də minmişik. Geri. Bizi aparırlar hal-hazırda pul dəyişməyə. Bizdə çünki yerli valyuta yoxdur. Olmadığına görə biz beşlə hava getirik. Hava beləsilə geri. Beş hava getiririk, pulu dəyişik. Yine istədiyimiz hərəkət edirik. Sevməli. Gəldik, çatdıq neftçilərin klubuna. Prosta burada babuğun üstündə Allahın adları yazılıb. Güvəçlər. Minare var, məscid. Oradan Kur'an sesi gəlir. Burada düzdə eşidilmir. Cemaat ailəsini bildirir belə motosikla. Düzdür, bizim ölkə üçün biraz yox, daha çox görülməmiş bir şeydir. Amma buradan normal baxırlar da, bəzən uşaq da bilir, arvad da bilir, 3 nəfər rahat şəkildə belə bir motosikl üstündə gelirlər. Belə bir günəşlidir, bura yeni günəşlidir. Burada yolda heç bir zolaq yoxdur, heç bir zolaqlar çəkilmir. O sürücülər heç bilmirlər, yoldakı zolaqlar nə deməkdir, belə bir şeylər mövcuddur mu, onların xəbəri yoxdur bunlardan. Və kim istəyir və yolda oturur, uzanır, yatır, dincəlir. Özlərini çox sıxmırlar da. Bir də fikir vermişik ki, burada xeyli sayda belə yanacaq doldurma məntəqələri var. Xeyli sayda, yəni bizdə Azərbaycanda nə qədərdir də, yəni görsən yolda neçə kilometrdən bir rast gəlmə olur yolda. Burada isə etnal-badal gəlirlər hətta. Görsən, burada prosip sürürük, nə bilin, həmin yolla. Burada fərq yox, kim nə bacarır, haradan girə bilir, girir. Heç bir yol hərəkət qaydaları yoxdur. Kanalizasiyadır, nədir bu? Bir dərdir maçlıq. Yolda bizi təəccübləndirən bir çox şeylər oldu. Məsələn, küçənin ortasındakı bərbərxana və ya qıraqda uzanan insanlar kimi. Hətta valyuta mübadiləsi məntəqəsinə çatdıqda girişdə bizim üçün qapını açan Kalaşnikov avtomatı ilə silahlanmış biri vardı. Qalın şüşə arxasında oturan işçilərin özündə pul yox idi. Tavanın içindən bir əl çıxdı və verdiyimiz $100 Pakistan rupiləri ilə məzənnəsini verdi. Bunların hamısı yüksək kriminal səviyyəsinin göstəriciləridir. Spesialni pul dəyişmək üçün belə bir yer var.
Biz də deli gəlmişik bax bura. Sənədlərimi göndərmişəm bax bu nömrəyə, bu nömrəyə. Ha, bax bundan sonra məncə dəyişəcəklər. Bu dəyişdirdikdən sonra yolumuz bazara düşdü. Çünki mən bugünkü görüşə onların öz milli paltarları ilə getmək istədim. Küçədəki mandarin satan kişidən paltar dükanlarının yerini öyrəndik. Amma öncə ondan 50 rupiyə bir mandarin alıb yedik. O adam. Karachi'de gelip mandarin yemeği de var da. Əri. Hə, qəşəngdir. Burada 50-40, yes. Əslində bax, biz bu çayın dalınca gəlmişik bura. Görək onların ofisinə gedəcək, amma biraz geyinməyə keçirmək var. Düz şəpitlə zaddan gəlirəm burada. Elə oteldəki şəpitləri geyinmişəm, yoxsa batinka ilə gəlmişəm. Bakıda indi -6-dır. Buranın havasına bax, bax buranın bazarını çək bir dənə. İndi siz bizdən soruşarsınız, deyərsiniz ki, Pakistan niyə bugün də yaşayır, niyə görə vəziyyət belədir? Bax, indi saat 11-dir, səhər 11-dir. Bax, burada uzanıb bir dənə kişini çək, bax, burada uzanır, yatır. Hə. Səhər 11-dir, deməli, bizdə o şey alverin yarısı getmişdi bazarlarda. Bazarlar bizdə 7-dən 8-dən açıqdır. Burada saat 11-dir, bunlar deyirlər hələm tezdir. Saat zöhr namazından sonra bunlar ancaq açacaqlar buraları. Bax, belə. Axır ki, açıq olan bir paltar dükanı tapdıq. Bəyəndiyim rəngdə şalvar və kamis adında çox rahat bir paltar seçdim. Bu dəst bizim pulla təxminən 30 manat civarındadır. Başıma da bir papaq və əmmamədən istədim, lakin həmin dükanda olmadığı üçün və bazarın digər dükanları bağlı olduğu üçün yalnız bu paltarla kifayətləndim. Bax, bu kişi dükanı tez açdı, Allah da ona ruzini göndərdi. Vital'ın ofisində yəqin ki, məni bu şəkildə görəndə təəccüblənəcəklər. Çünki onların təsəvvüründə Avropadan gələn bir insanın obrazı başqadır. Məsələn, mənim dostum Hüseyin kimi. Görsən nə boydadır? Meşok boydadır. Onu götürdüm babeləciylə. Bax, bu kəmər 50 rupidir. Belə bağladım. Gözəl şalvardır babeləciylə. Wait. Babelənçinə şalvardır. Elə adı da şalvardır bunların dilində. Şalvar deyəndə bu nəzərə tutulur da. Belə enli bir şey. Bunu da buraxırsan belə. Uzimen. Вот так вот. Nəhayət Vital çayın ofisinə çatdıq. Çox mərtəbəli hündür binanın 15-ci mərtəbəsində bizi artıq gözləyirdilər və çox gözəl şəkildə qarşıladılar. Assalamu alaikum. We are in Vital's office now, and these men are all the owners. Assalamu alaikum. Can you give us a small information about your company, please? Well, this company started 34 years ago in a small town in South Punjab, which is 1,300 kilometers from here. And we started from not the cities. We first went to the villages. It was born there, and from there it's traveled all the way up to Pakistan, the cities in Pakistan, top MashaAllah. in 35 years. So it's a long journey. 2014 we started exporting across the world. We are now in 40 countries. 40 countries. 40 countries, 62 destinations. Very nice. It's very nice. Onların bir çox çay növləri var. Onlar bizə onları nümayiş etdirmək istəyirlər, göstərmək. Biz indi elə baxarıq onlara. Bir dənə yaxınlaş bura. Bu showroom kimi bir dənə vitrindir, düzəldiblər. Çəkirsən. Very effective tea bags which are in round shape. The paper is of high quality and the infusion, like taste, color and aroma that you get. I bought this also. Okay. It was available in Mr. Imran's shop there in Baku. Deməli, bax, adnarazıvi çaylar, sən çəkir o. Bax, adnarazıvi çaylar var burada, bax, belənçi ilə, qırmızı rəngdə. Bax, bu sarı rəngdə biz öyrəşdiyimiz, elə biz birinci onları sifariş elədiyimiz çaylardır. Potom, crafted, Coffee also. bax, kofelər var burada, kofe.
Vital yeni markadır. Bak kofe də almaq olur We bunlardan. have just started this project. This is the start of the coffee in Vital Tea. Very nice. Kahva. And we have flavors for coffee also. Those are on top. Three flavors so far. We have some customers who are especially drinking only coffee. It is kahva. Yeah. It is coming from Arabic language. Direkt işini çekip. Yes. Here we have the range for all these herbal teas. Salt, Var spesialnie Himalay duzları. Salt, pink salt, Himalay which is salt. gluten and MSG free. Salt. Ceylon teas. Bax görsən belə bir qablarda, dəmir qablarda satılan These are mallarda soğuk. luxury Özdə bağlı. teas which have a very exclusive packaging as well. If we want another design but with your logo, can we order? For example, you write here Vital, okay, but not Suleiman Azerbaijan, for example. Yes, we Is it can do possible? add in Azerbaijan language. Not Azerbaijan language. Here is Suleimani tea, Mazhars tea, for example. Instead of Soleimani tea, you can Yes, have name change also. Yeah, yeah. Or That we our, can't change our brand. country in map. Yes, we can do, but not in the change brand. Not changing. Vital tea. Yes, yes, we can. Azerbaijan, because you know some people there in Azerbaijan they like to give a present, like a present in a good box. It is another type of business, you but they will want, buy if you from want us. to like change the name and write Azerbaijan here. Is that what you are Yes, saying? yes. Yes, but with Vital logo. Vital Yeah, yeah, logo, we can- but no another I problem. think. Okay, that's Another doable. printing. That's doable. Okay. Classical Like box. classical boxes on top. One For is the green teas and the black teas. Deyir ki yaşıl these çaylar da also very nice. very good for giving to as gift items to your guests and clients. Ha, bir dənə bunu çək. De hədiyyəlik. This is for present is also good. We also present gifts to people. Uh-huh. There's 5 tea bags in each of them. Small samples. Very This nice. is the black tea range and that's the green tea range. So it's a very good, nice gesture to give it Nice, to someone nice gift. as gift item to somebody to try them out at home or office. This is from the functional teas, the new ones. Okay. Okay. These are 5 teas which we Herbal. have launched very recently. These are all functional teas. They serve their purpose as they have on their titles. It's a serene tea, it's a fit tea, it's for those who are health conscious people, they want to maintain themselves in shape like yourself, you look Sure. very fit, and if you are having problems in finding sleep easily, so you consume this sleep well tea at night time and you will have a peaceful night, at least good 6-7 hours sleep. Əslində onlardan bütün məlumatları alan və sualları verən zaman çəkiliş aparırdım ki, Bakıya qayıtdıqdan sonra özüm eşidib faydalanım. Onun üçün də izləyiciləri uzun videolarla yormaq istəmirəm. Ofisdə yalnız cavan oğlanlardan ibarət olan heyət çox mehriban və nizam-intizamlı çalışırdı. Bir anlıq mən də onlardan biri olub onlarla birgə çalışmaq istədim. Əlavə də qeyd edim ki, hava limanından xaric getdiyimiz heç bir yerdə çalışan Pakistanlı xanım görmədik. Qadınlar bəs nə ilə məşğuldur soruşduqda, onlar evə və uşaqlara baxır küçələrə çıxıb əziyyətlə pul dalınca düşəsi deyirlər ki, cavab vermişlər. Bir çoxu bu tezislə razı olmaya bilər, lakin məncə hər şey cəmiyyətdən və qurduqları ailənin məqsədindən asılıdır. Əgər ailədə çox sayda uşaq varsa, onların yanında onlara baxan ana lazımdır. Yox, əgər ailədə uşaq artıq bir şeydirsə, qadının 4 divar arasında qalmağında nə məna qalır? Müdir özü mənə vaxtından ayırıb hər şey barədə ətraflı məlumat verirdi. Bu işdə ömrünün yarısından çoxunu keçirdərək şirkətlə sanki nəfəs alıb yaşayırdı. Pakistan bizim ölkə ilə münasibətlərinin çox yüksək səviyyəsində olmağından bizim Azərbaycanlı olduğumuza görə bizə xüsusi diqqət yetirirdilər. Amma onu da vurğulamaq istəyirəm ki, bizi birləşdirən əsas milliyyət deyil, din faktorudur. Azərbaycan Respublikası 1991-ci ildən İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Retail price, like one tablet is for 100 rupees. In dollars, how much in dollars? Retail price?
नजर इसकी इसमें बताओ डॉलर की प्राइस Our people doesn't know rupees, knows dollars. International money. Сейчас, ну-ка. Ага. Вах, Витален специальные. Вот такие моющие средства здесь есть. Протекс у нас тоже есть такие-то мыла. Я видел. Другие у нас? Ага. не у нас это просто Так, это канвас. Окей. Вах, такие моющие средства специальные. Что у нас здесь? Care Active Gel. 41 cent. FOB value 41 cent. Əsas məsələmizə qayıtdıqda isə onlarda olan çeşidi sizlərə təqdim edəcəyəm. Və gördüyünüz bu bütün sabunların, gellərin, yuyucu tozların hamısı yerli istehsaldır. O cümlədən isti region olduğundan Pakistan öz ədviyyatları ilə də məşhurdur. Sadəcə bizim bazar əsasən qonşu İran məhsulları ilə doludur. O İran, hansı ki coğrafi də bizi qardaş Pakistanla ayırmaqdadır. Bu tipdə məhsulları əslində görməklə deyil, bir-bir dadmaq lazımdır. Bu isə ədviyyatla mümkün olmasa da çayların bir neçəsini ləzzətli şəkildə daddıq. Məsələn, indi nümayiş edəcəyim Kəşmir çayı kimi. O buradakı bir neçə çay növü kimi yalnız süd ilə içilir. Dadı isə uşaqlıqda içdiyim südlü kokteyllərə bənzəyir. Одноразовый, наливается एक मिनट अजीम भाई молоко. होल्ड करना. So you know this Это is the теплое way молоко или you холодное? need to add the boiling milk, not the cold milk. Not cold. Very hot. Ага, It горячее should be. молоко. Okay, so just keep this Ага, for 3 minutes. 3 minutes. After 3 minutes, you take the nuts and sprinkle on the top. The tea is ready. Add sugar and nuts. So let me find the nuts. После 3 минут, после того, как в 3 минуты настоится этот пакетик в молоке, горячем молоке, мы добавляем туда вот эти вот орехи. Он открывает эти орехи, они уже вместе с этими пакетиками. यार इसको खोलो। So these are the nuts like cashew nut and the almond. It's for topping. You Кашмирский see? чай. So every tea bag, let's say if there are 25 tea bags, there are 25 sachets of this dry fruit. So you just need to put a topping on that. So add sugar. Сахар. Все это надо размешивать. Yes. So this tea normally it took about more than half hour, but we have developed the tea bag with different herbs. If you put the tea bag within 5 minutes, the tea is ready. Within 5 minutes. Deyir, normalda deyir bu çayı hazırlayırlar 1 saata, saat yarıma. Ama мы изобрели такие пакетики, которые за 15 минут это Nobody готово. has this tea in Azerbaijan anywhere. Yes. You can't find this. We haven't seen something like this. Okay, drink it. Bizi nahara çağırdılar. Müdiriyyət hər gün işçilərlə bərabər ofisin özündə hazırladıqları yeməkləri yeyirlər. Hörmətə layiq inanclarına görə Allah hamının birlikdə yediyi yeməyə bərəkət verər və müdir vəzifəsinə görə yeməyini digərlərindən ayırmalı deyil. Bəlkə də bu cür gözəl riayət etdikləri qaydalara görə də Allah bunların şirkətini bu qədər məşhur və uğurlu etdi. Namazın vaxtıdır, hamı qoşulur da, mən də qoşuluram. Bütün şirkət yanı namaz qılırıq. Həmin vaxtı mikrofonumun sönülü olduğunu görmədim və çəkiliş səssiz alındı. Özümdən söyləyim ki, biz 16-cı mərtəbəyə qalxıb burada yerli dini lider sayılan Mulla Tariq Cəmilin adını daşıyan bir parfüm brendinin ofisinə daxil olduq. Əslində Bakıdakı əxilərin ətir dükanlarından heç də fərqlənməyən bir dizayn gördük. Həmin anda mən bir neçə ətirçi əxilərə görüntülü yığaraq onları buradakı parfümeriya ilə tanış etdim. Yes, Pakistan. Perfume from Europe, brand from Pakistan. No, not another country. But we are trying to export to UK, Dubai, Oman, USA, and France. Then what about bottles? Are you making bottles here or We are also making it from China. from China? Bottles from China. Very nice. What is the brand's name? Mulla Tariq Jamil? MTG. One MTG. Yes.
Molla Tariq Cəmil o həm paltar brendidir, həm də ki ətir. What perfume do you use? Adın deyən. From Azaro. Azaro. Wanted. I'll show you some perfumes. İşlərimizi bitirəndən sonra otelimizə qayıtdıq. Nömrəmiz 4-cü mərtəbədə uzun koridorun lap sonunda işıqsız düşən yerdə idi. Otel çox səliqəli və təmiz idi. Yeganə anlamadığımız məqam o oldu ki, otağın çölə baxan pəncərəsini açmaq icazəli deyildi. Hətta onun tutacağı belə çıxarılmışdı. Qalan məsələlərdə isə hər cür şərait var idi. Lakin mən çalışırdım ki, bu çox qısa müddətli səfərimiz vaxtı bacardığım qədər az oteldə olum. Məsələn, dostum dincəli biraz yuxu alan zaman mən yaxındakı məscidə üz tutdum. Onu da qeyd etmək istəyirəm ki, buradakı məscidlər çox təmizdir və soyuq qış ayları olmadığından döşəməsi böyük mərmərdən düzəldilib, hansının üzərində hamı ayaqyalın gəzə bilir. Məscidlər böyük və genişdir. Şəhərin hər yerində yerləşir və namaz qılan adam istədiyi vaxtı yaxındakı məscidə dərhal üz tuta bilər. Biz Bakıda isə məscidlərin qıtlığından əziyyət çəkirik. Allah məscidlərimizi qorusun və saylarını artırsın. Axşam biz mənim yerli dostum Furkan əxi ilə görüşməli idik. Onun burada tekstil və özəlliklə dəsmal tikişi fabriki var, hansını ki planımızla sabah ziyarət etməliyik. Hüseynin hələ oyanmadığı, Furkanın isə təxminən 20 dəqiqədən sonra çatacağı vaxtda mən otelin foyesində oturub, biraz WhatsApp-la danışıb, biraz da ətrafa nəzər yetirirdim. Deməli, bax bu girişdə, düz akvariumun altında, burada Quranlar var, Quran, potom, burada yazılır Kitab-ı Namaz, onlar da namaz deyirlər bizim kimi. Bu nədir? Fəd'utu bəha, bu dua kitabıdır, dua. Çal Rabbana. Bax, belə kitablar var burada. Nə yazılıdır burada? Duatu təncina. Bismillahirrahmanirrahim. Allahumma salli ala seyyidina Muhammadan və ala ali Muhammad. Машаллах, здесь дуа, короче. Вот мы с Хусейном здесь. Так, this is our friend Furkan. Alhamdulillah, we are sitting in this restaurant. Я тоже здесь. Так, ну-ка, снимем, где мы находимся. Deməli, bura 20 yanvarın kruqudur. Və 20 yanvarın kruqudur. Bax, buradan cəmaatı zorla aparırlar, Sabirabada aparırlar, nə bilim, Lənkərana aparırlar, Qazaxa aparırlar. Bax, belə bir yerdir. Bu da moldur. Bunların moludur. Royal. Hüseynin halı yaxşı deyildi. Uzun yol gəldiyi, havasını dəyişdiyi və ümumiyyətlə orqanizm yeni bir mühitə adaptasiya edərək bədəni qızdırırdı. Mən Furkandan bizi yaxın bir aptekə aparmağını xahiş elədim. Hoş gəlmişik bura. Deməli, мы заходим в аптеку, местная аптека. Бах, аптека у нас выглядит вот так вот. Indus Medical and Superstore. Yani супермаркет и аптека это вместе. Они здесь у нас и продукты, короче, продается вот здесь вот. И одновременно с этим у нас здесь еще имеются вот такие вот препараты. Günümüzü də belə bir mənzərə ilə yekunlaşdırdıq. Həyat qaynaşaraq öz yolu ilə axmaqdadır. Bir kişi isə düz ortalıqda uzanaraq öz aləmində yaşamaqda idi. Mən isə bir dəqiqəlik ömrüm qədər bir fikrə getdim ki, bu kişinin halı ilə müqayisədə həyatımda nədən narazı ola bilərəm? Allahın verdiyi hər nemətə çox şükür. Deməli, səhər çıxmışıq oteldən. Qardaşımız bizi aparır, bir dənə deyir, böyük məscidə aparım sizi. Deyir, sənə bir dənə əmmamə çatışmır, deyir, başıva. Deyir, belə full komplekt geyinmişsən. Buranın yolları biraz darısqalı, bir də pis gündə, bərbad gündədir. Bu nədir? Crown Homes. Bir dənə adıdır Crown. Allah, maşallah, Muhammed.
Hə, в общем gəlir baxayım, nə seçə bilirik indi. İndi bu belə evlərdir. Amma qəşəng evlərdir sol tərəfdə belə həyət evləri. Qardaşımız bizi gətirib burada deməli şirə içməyə. Sveji, soki. Deyir, buradakı dükanlar hamısı məscidə aiddir. Elə bil ki, bax burada məscidin girişidir. Məsciddə böyük məsciddir. Hə, bax beləncədə böyük bir məsciddir. Sağ olun. Təbii şirələri içmək üçün həmin kafeyə qaydırıq. Əmmaməni aldıq, lakin onu başıma bağlamaq üçün buralarda heç kəsi tapmayıb digər məscidə yola düşəcəyik. Furqan söylədi ki, məhz bu cür əmmaməni mənim görünüşümə yaraşdırır. Sanki məndə bir şeyx və yerlilər demişkən Mövlanə görməkdədir. Значит, bu duzla istiotun qarışığıdır. O, самый главный дегустатор. Bu bəyənsə deməli yaxşı bir şeydir. Hə, yaxşı bir şeydir, görə nədir? Gəldik çox iri bir məscid və mədrəsə kompleksinə ki, həyatı boyu bu qədər böyük birisində olmamışam. Yüzlərlə saqqallı kişilər onun çox saylı böyük zallarında yer almaqdadır. Burada bir çox ölkədən tələbələr var və mən heç yerə tələsməsəydim burada saatlarla qalmaq istəyərdim. अच्छा भाई नमाज वजू करो भाई जिनका वजू नहीं है वजू करो बिलाल वजू करो वजू भाई 50 नमाज पढ़ो ये हो गया तो वजू करो मेहमान को खिला Ya şey, कबूल हो गए limada muhtala. هذا يعني سنة بردنا Ana lam araflı. يعيش بشاي Jazakallahu khairan. شاي أفضل لا दे दो ये ऐसी इनके हम ऐसी करते छोड़ देने सी में रखते चल अबे तमाशा नहीं वजू करो जमात करेंगे अपने कैमर साहब ये फरमा रहे हैं कि इनको बता दें कि ये उतारे नहीं 15-20 मिनट तक ताकि ये प्रेस हो जाए İndi getdiyimiz ərazi hamısı industrial zonadır və burada hamısı gördüyünüz zavodlardır. Zavodu, fabriki. Yəni burada yaşayış yerləri yoxdur. Biz də bizim bu qardaşımızın dəsmal zavoduna gedirik. Baxaya görə bu nələr istehsal edir. Və bax, şəhərin mərkəzində bax belənçiyinə inəklər çıxdılar. Bax, o geçsinlər, keçsinlər. This is the freedom of cow. Hə. Bizim inəklərə hörmətimiz çoxdur bura. Yəni qoy keçsinlər. Oy da bu inəyə bax. И все, только сейчас, а вот столпотворение, здесь пробка из мотоциклов образовалась из-за этих коров. Вот теперь мы можем ехать. Аллах hamdolsun, тут повсюду мечети, везде здесь азан, все слышно. Они жалуются, говорят, когда мы приезжаем в Баку, мы, говорит, азан не слышим, говорит, где вы вообще молитесь? Есть там, где место помолиться? Воздуха нет, говоришь? Здесь умереть мог. Вот каждый рабочий приехал сюда на мотоцикле своем. Вот здесь у нас заводы. Сейчас мы посетим. Чувак ходит с обрезом. Məndən çox xahiş ediblər ki, burada çəkdiyim istehsalatı heç bir sosial şəbəkədə paylaşmayım və ona görə həmin kadrlar burada olmayacaq. Lakin bir çox məhsulun topdan satışı ilə məşğul olan bir şəxs kimi sizə əminliklə deyə bilərəm ki, burada gördüklərimin mənə çox faydası oldu, bilik və təcrübəmi artırdı. Düşünürəm ki, gələcək satışlara da təsirini görəcəyəm Allahın izni ilə. Bu yaxınlarda Pakistanın baş nazirinin ölkəmizə işgüzar səfəri zamanı söylənildi ki,
Qardaş münasibətlərə baxmayaraq, ölkələrimiz arasındakı ticari dövriyyə çox aşağı səviyyədədir və onu mütləq şəkildə artırmaq lazımdır. Mütləq şəkildə bu dövriyyənin artırılması ilə şəxsi bir çox buradakı əlaqələrimi və təcrübəmi nəzərə alaraq özüm məşğul olmaq istəyi həmin an ağlıma gəldi. Sonra isə göylərə qalxan fikirlərim reallığa qayıtdı və mən tövlədə bu gözəl keçilərin ətrafında kəndimə qayıtdım. Bu keçilərin sortu qulabi adlanır və bizim keçilərdən bir qədər fərqlənirlər. Gündəlik daha çox süd verən bu keçilər daha çox Hindistan, Pakistan və Malaysiya kimi isti ölkələrdə yaşayır. Karaçıda hətta heyvanlar belə mənə qarşı çox mehriban idilər və bəlkə bütün bunlara görə bu şəhər hələ də qəlbimdədir. Hər zaman bura qayıdıb böyük işlər görmək niyyəti ilə. Fire safety is very down. Значит, сверху, вид сверху. Bax, bu tırdı 40'lık 40-voy razmer konteynera baxmalı belə yükləyirlər. Значит, здесь забор. Если видите, здесь, значит, наверху разбитые такие стеклышки. Это вместо колючей проволоки. O tərəfdə tikanlı məftil var, колючая проволока. Здесь вместо него стекла, чтобы не перелазили. Все эти мотоциклы это рабочих. Вот они на этих мотоциклах приехали сюда. Вот, это все тут тоже фабрики. Сейд Малим, ваши впечатления насчет... Да. Вот здесь тамазалы руша. И самое классное то, что везде еда рабочим бесплатно здесь. И все müdiriyyət işçi hamı bir yerdə oturub çörək yeyirlər, namaz qılırlar. Allah onlara bərəkət versin. Fabrikada namaz qılıb nahar yeməyi yedikdən sonra Furkan qardaşımız bizi dənizə aparıb. Səfərdə olduğumuza görə zöhr və əsr namazlarını birləşdirib özümüzü çox rahat hiss edirdik. Yolda səsi möhkəm gələn əsrin azanını ləzzətlə eşidirdik. Belə şəhərdə ibadəti unutmaq mümkün deyildir. La havle və la quvvətə illə billah. Nəhayət, sahilə gəlib çıxdıq. Bakıdakı kimi burada şəhərin bir yerindən o biri yerinə çatmaq üçün bir xeyli vaxt sərf olunur. Lakin əhalinin və nəqliyyat vasitələrinin sayına baxmayaraq, biz öyrəşdiyimiz tıxaclar olmur. Bəlkə də heç bir işıqforun və hərəkət qaydalarının olmadığı üçün. Bütün bunlara baxmayaraq, bu 3 gün ərzində heç bir yol nəqliyyat hadisəsinin şahidi olmadıq. Bəlkə Allah bunları özü qoruyur. Gördüyünüz bu şəhər bulvarı adlanan yer heç də bizim Bakı bulvarına bənzəmir. Sadəcə çirkli qumdan ibarət olan bu sahil içərisində heç bir infrastruktur cəmləşdirmir. Furkan söylədi ki, ailəsi ilə şəhərdən kənarda digər sahilə gəlir. Bura isə heç özü neçə ildir ayaq basmamışdır. Fevral ayıdır indi. Fevral ayında bizdə kim suya girə bilər? Bir dənə şəpsləri qoyun burada. Bax gedim, ayaqlarımı Hind okeanında isladım biraz. Ahır. Gedim girim dənizə. Heç yox. Nice. Vites var. Lakin bu sahilin öz ləzzəti var. Burada hətta dəvəyə də minmək olar. Dəvənin özünə məxsus xasiyyətinə görə onu öz başına sürmək icazə verilmir. Sahibi tərəfindən idarə olunsa da üstündə oturmaq yenə də maraqlıdır. Значит, я снимаю сейчас прям с верблюда. Вот он, главный колонизатор этих земель. Короче, мы погрузили караван из таких верблюдов. Ardasa bir
200 bizim malımızı gətirəcək Azərbaycana. عن عبد الله بن عمر رضي الله عنهما قال رسول الله صلى الله عليه وسلم الخيل في نواسيخ الخير إلى يوم القيامة رواه البخاري. Передал Абдуллах ибн Умар, да будет доволен Аллах ими обоими, что посланник Аллаха саллаллаху алейхи вассалям сказал: «Благо останется в челках лошадей до самого дня воскресения». Передал Бухари. Наш мол называется Долмен мол, короче, здесь. Значит, здешний мол, он состоит всего лишь из 2 этажей. Первый и второй этаж. Вот. Вроде нормально. Önceki videolarda gördüğünüz kimi mənim dostum Hüseyin hər yerə zövqlü ayaqqabı ilə gedirdi. Lakin mən onu krasovka ilə Ərəb dənizinə saldığımdan o ayaqlarına şəpid geyinmək məcburiyyətində qaldı. Bəlkə də bu mol yeganə yerdir ki, hansına görə geyinib keçinməyə dəyərdi. Amma mənə görə Hüseyin bura şəpid də gəldi. Go from the ground is a 1 and 2. Yes. You are counting this ground floor 1. This is not Yes. 1. This is a ground floor. Ground floor. 1 and 2. Окей, understood. Для нас это 3-этажный, а для них всегда первый этаж это ground floor, это от земли, который считается. Вот. Это другая сторона этого мола. Вот, тоже. Вот. No, you want to eat food. Yes. Вот. Короче, Rüfət müəllim. İnşallah Salido Karachi на vaxt açırıq burada. Вот здесь открыт киоск. Вот здесь афганские ковры. Вот специально ковры из Афганистана. Специально для вас снимаем. Магазин. Салам алейкум. Вот магазин из кожи. Leather accessories. Here. Вот такие кошельки. Бренд называется Hub. Hub. Вот у них специальный тут тоже багадели, бабеля коробкалар var. Вот здесь вот Hub написано. У них есть также shoes. Shoes also your brand. Everything. Ayaqqabıları, yəni dəri aksesuarlara aid olan nə varsa, bunlarda var hamısı. Даже чемоданы есть, кожаные куртки, такие дорожные сумки, ремни, yani женские сумки. Вот такой целый магазин у них. Yani kiosk değil bizimki kimi. А целый магазин специально с ихними витринами. Вот это пакистанская одежда женская. Говорит, ama görsən necə gözəl, tam женщины внутри. Отсюда я сниму, я не хочу их снимать. Вот. Nə səviyyəli bunlar elədilər bura dükkanı. Və burada həmçinin yəni dükkanlar çox səviyyəlidir. Yəni Pakistan deyirik ki biz, Pakistan gələndə gülməyimiz gəlir. Amma həqiqətən yəni bunlar burada həmin mall sistemini eləyə bildilər, düzəldə bildilər. Yəni bizim yerli mallardan heç də geri qalmır da mən deyim. Yəni burada mallun hər bir qaydası nəzərdə tutulubdur. Вот. Одежда. Тут тоже. Первый был Hub, второй Jafferjis. Вот точно такой же магазин, который состоит из кожаных изделий. Вот, чисто коровья кожа, va. Özü iğne bu şey Amerikanski iğneler okşuyor, ковбойский. Это что, сумка такая? Да, интересно. Это что, взять по башке кому-то, да? Да, интересно. This is the #1 brand of leather. Number one. Hub number 2. Yes. Вот, самый первый, number one, здесь это Jafferjis. Вот здесь сумки, я туда не иду, там, короче, чтобы чужих женщин снимать здесь вообще нехорошо. Поэтому я снимаю вот эти вот. Значит,
Это стоит сумочка 15400 rupees. Примерно 45 dollar da bax elə deyək. Nədir, kaburadır bu? Pistolet kalır. Ha, pistolet qabı. Hə də kaburadır da. Çimadançiki. Bizim sumkalardan, дорожный sumkalar, потом bax setlər, наборы вот таких вот коробках. Hüseynlə gecə gəzintisinə çıxmışıq. Несмотря на все рекомендации не ходить по ночам, короче, мы рискнули, решили выйти. Охранники хотели с нами пойти за деньги, но просто, короче, они не пошли, потому что они единственные охранники, их с места работы не могут отпустить. Babələnçiyinə gəzirik. Deməli, gecənin qaranlığında müəllimin gözü sataşdı meyvəyə. Özdə hardan onu gördü, o meyvəni. Mən ömür boyu görməzdim. Bax, burada. Орлиный глаз. Да, орлиный глаз. Орлиный глаз увидел мейве. Хочешь, ты снимай, я с ним поговорю. Вот здесь сейчас kупим şala. Deməli gəldik, bax, alça aldıq bu bulsindən, bax, o yerdən alça aldıq. Buradan непонятный meyvə alırıq. Amma yenə də alırıq. Это Потом gedib bax burada, yox, o bursi taçkaya bax, bir də o bursi taçkada burada şeylərin çeşidi var. De bax bura bax. Hüseyin, buna bax, bax burada şey var, çeşit. Вот это, короче, мы на мосту. Bax belənçiyinə burada yerdir. Gecə gəzintisinə çıxmışıq Hüseynlə. Bax burada harda gəldi toklar, zatlar, harda istəyən keçir də. Это проспект Faysal. Bu Faysal prospekti, o aeroportdan çıxırsan, gedirsən, düz bizim otellər, dərş keçirsən, hamısı bu arteriya da, как будто, Karachi. Да, это что? Bax, yatıb özü üçün. Здесь собака. Bax, подальше от нее. Düz özü qorxur. Просто это yerli itlər bizi tanıyır da heç olmasa. Deyir ki, nəsə Azərbaycanın isi gəlir bundan. Hə, bu da bedavaqadır. Fevralın 12-si bizim səfərimizin son günü idi və ona görə biz dəqiqəsini belə itirmək istəmirdik. Səhər otelimizin yanında satılan bu dönərdən yedim. Bizim pulla 1 manat 20 qəpik civarında idi. Sizə deyim ki, yerli ət bizimkindən ucuz olduğuna görə ondan dönərin içinə çox qoyurlar. Yeganə problem mənim üçün bütün yeməklərin çox acı və istiotlu olduğu idi. Mən öyrəşməmişəm, onlar isə yalnız acı yeyir. Вот такая вот мечеть. Прекрасный сад, прекрасный двор у нее. Maşallah. Deva bizə belə məscidlər çatmır Bakıda, bu boyda. Hardan gedək, sağdan gedək, soldan gedək. Dəstəmaz yeri hardadır burada? Bir burada qabaqdadır, mən görürəm. Bax, belənçiyinə. Вот здесь омовение взяли и поднимаемся вот в мечеть. Машаллах. Такой вот двор в mечети. А это сам внутрь. Keçib bir dənə içəridə oturaq. Bax, qəşəng belə mərmərdəndir. Mərmər də istidir. Bax, qaqaş, gətirmişəm. Значит, один şoför и 2 nəfər. True. Today you walk on me. My name is Maulana Muslim Abu Muhammad Azeri. Okay? My name is Navid Khan. Navid Khan, very nice. Today we'll go some walk, okay? Now I'll send this message to my chief.
Gedə-getdə səfərimizə xüsusi rəng qataraq onu unudulmaz etmək istədik. Buna görə də özümüzə bu pikapla sürücü və daha 2 avtomatlı mühafizəçi tutduq. Pakistanda pulla bunu hamı edə bilər. Məsələn, ölkəmizdə mühafizə polisi var ki, o da dövlət strukturudur. Burada isə dövlətdən lisenziya almış özəl mühafizə şirkətidir. Rəsmi ödəniş və müqavilədən sonra həmin mühafizəçilər tam bizim ixtiyarımıza verilərək onlarla istədiyimiz yerə gedə bilirdik. Əslində biz 2 gün istər gecə, istər də gündüz istədiyimiz vaxtı çölə çıxıb istədiyimiz yerə gedirdik və bizə heç bir mühafizə lazım deyildi. Sadəcə onu necə deyərlər, risovka üçün sifariş etdik. Bəli, silahlı mühafizəçilərlə gəzmək insana başqa cür hisslər yaşadır. Amma bir anlıq düşündüm ki, nə yaxşı Azərbaycanda onlara ehtiyac və tələbat yoxdur. Bu da ölkəmizdə kriminalın nisbətən çox aşağı səviyyəsinin göstəricisidir. Allaha həmd olsun. O şimdi bugünkü gündə bunlar nə lazımdır bizim işlərimizi görəcəklər. Bana Bakıda haber eləyə bilərsən. Да, вот здесь, короче, флаг Азербайджана. Здесь, в общем, отсюда. Вчера здесь тоже, правда, проезжали, но ничего. O bir vagon arvad aparırlar var belənçiyinə. Bizimkilər minə bilərlər buna. Özlərinə sığışdırarlar, heç olmasa qalxıb şəkil çəkdirməyə. Bax, bu qızlar məktəbidir. Bir dənə məktəb. Кызлар. Я потом с ними пересажусь местами. Один будет тебя здесь внутри охранять, а я там снаружи поеду с ним. Yəni qızlar üçün отдельный məktəbdir burada. İndi bizdə maşın varsa, bu bir gün ərzində bacardığımız qədər şəhərin əsas yerlərinə getmək qərarına gəldik. Onların adlarını aşağıda titrlərdə qeyd edəcəyəm. Birinci getdiyimiz məkan isə İngiltərə kolonizasiya dövründən qalmış Freehold binasıdır. Мы сейчас в библиотеке. Здесь находимся. Ломали эту дверь с той стороны, она, оказывается, закрыта. Так вот. Bax, Leyla xanım yazıb bu kitabı, bax. Mənim biz hardayıq? Bak şu sopa yolu İngiliz 1800-cü illərdə burada elə kalındı. Mən tikibdə heç. Aha. 21-ci əsrdə bunlar. Buyurun, girin arkadaşlar. Ova, вот он. Building Commanded August 1863. Ничего себе. Open to the public on the 10th day of October 1865. 160 il. 160 ilin binasıdır bura. Abelənçiylə. Necə deyirsən, köpək o ingiliscə, hə? Bax, Bəhruz bəyənmir. Bəhruz kim bəyəndi? Вот они, наши пацаны. Вот они, красавчики. Давайте, ребята, работайте, братья. Bu bina haqqında qısa məlumat verəcəyəm. 1865-ci ildə inşa olunmuş, Karachidə məşhur olan Sir Henry Bartle Edward Freer adını daşıyır. Tikilən vaxtdan uzun dövr icra hakimiyyətin binası kimi fəaliyyət göstərirdi. 2011-ci ildən bəri ictimaiyyət üçün açıqdır və hətta hər bazar günü burada kitab yarmarkaları təşkil olunur. Tavanın üzərində müxtəlif mənalı rəsmlər çəkilib. Məsələn, özəl xətlə Samavati vel ard, yəni ərəb dilindən yer və göy mənasında tərcümə olunaraq 7 qat yer və göy göstərilib. Sonra xaritədə qitələri birləşdirərək rəssam sanki dünyanın ilk yaranma formasını göstərmək istəyirdi.
Əlavə olaraq müxtəlif rəssamların əsərləri əsas zalda yer almaqda idi. Düşünürəm ki, tarix sevən insanlar üçün bu maraqlı bir məkandır. Вот, культурный отдых в парке, лежать. Я бы, в принципе, на травке полежал бы, просто я не хочу, чтобы моя одежда стала зеленой. Хотя, Аллаху алим, какая-то еще трава здесь в Пакистане. Он, мужик, там переодевается. Просто переодевается и все себе. Сейчас пойдем. Местные качели. Парк для детей. Вот такие качели здесь, как будто из мрамора. Сень, ты садись в машину. I want to go here with you. Yes. You sit there. Okay. I'll sit here, inshallah. Don't. Вот. Вот так вот сейчас прокатимся мы ветерком. Нормальная пушка у чувака здесь. Окей. Very nice. Böyle oturanda ayağını sağladan da buradan. Bak böyle rahat da oturmak. Elə bir ki gedirsən babelənçinə, ayaq sağlaqlı, daha rahatdır. Bak boyunla oturup getmək. Bizim mənim cıqqan dağıldı burada. Ветер уносит просто. А так поездка по Карачи так красиво. По дороге так удобно качало. Промазал. Давай. Bəli, bunu atırsan suya, balıqlar gəlir. Balıqlarla sonra qartallar gəlir. Вот. Просто что-то долго рыба приходит. Я не знаю, в солнечных очках это у меня линии идут так, или как будто это на самом деле рыбы приходят. Sen bu Zibirhana'da görsen bir şey. Ага, вот. Вот, теперь я тоже видел. А вон пацанчик отдыхает, ему все равно. Вон пацанчик там лежит себе. А вот они сидят, орлы. Нормально. Ağasmoydayıq biz, xalqlarda gəlir. Bu neftçilərin krugudur bura. Единство, доблесть и дисциплина. Это 3 меча. Это местная достопримечательность здесь. Иман, иттихад, ва танзим. Brother, what was your name? My name is Lalit Khan.
Вот, машаллах, красавчик. Nice. Hüseyn Google-da axtarıb tapdığı məkanlara bir-bir gedirdik. O, çox tarix sevən bir insan olduğundan onu ən çox bu cür yerlər cəlb edir. Biletin birini təxminən 1 manatdan alıb içəri keçdik. Mühafizəmiz isə bizi çöldə gözləyirdi. Deməli, müəllim, ты должен дать информацию, что это за место, где мы находимся. Это какой-то muzey старинный, Mohatta Palace Ага. adıdır. Çok qəşəng yerdir, çok farklı yerdir. Elə bir Pakistan'da. Далее. Пойдем посмотрим, что здесь есть. Здесь можно поваляться на травке. В принципе, можно. Вообще в этой стране можно все. А что это? Смотри. Там на памятники, что ли, надели эти? Да. Что, их сглазят? Yok, mən də çox qəşəng. Наверное, некому смотреть за ними. Значит, здесь у нас фотография отца-основателя Пакистана. Здесь А, жила наверное. его сестра, которая Ага. тоже была в полиции. Нормально жила. Неплохо жила. Поживала себе. За Его цветочком. сестра, вот, там фотосы. Вот. Bax, bu xanım deməli bu xatada yaşayıbdır. Növbəti üz tutduğumuz məkan Mohatta Palace, yəni Mohattanın sarayı. O, 1927-ci ildə Hindistanın Mərvər əyalətindən olan Mohatta adlı iş adamı tərəfindən inşa edilmişdir. 1947-ci ildə Britaniya Hindistanı təzəlikcə bölünüb, Pakistan hökuməti qurulan zaman bu saray Xarici İşlər Nazirliyi üçün alınmışdır. Sonradan Xarici İşlər Nazirliyi paytaxt İslamabada köçəndə saray Pakistan İslam Respublikasının qurucusu sayılan Muhammad Ali Cinnanın doğma bacısı Fatimə Cinnaya verilmişdir. 1995-ci ilə qədər buraya giriş qadağan idi. Sonra isə Sind əyalətinin rəhbərliyi tərəfindən 6 milyon rupiya alınaraq saray ictimaiyyətin istifadəsinə bir muzey kimi verilmişdir. Söylədikləri kimi bu Pakistanın regionda tarix və milli hisslərin oyanışı üçün edilmişdi. Bəlkə də ona görə binanın içərisində çəkiliş qadağan idi. Bura propkalı yerdir biraz. Biz gelirik bazara. Bir də bazarda alınsa biraz veşlər alarıq. Həm də Bakı bas gəlir də yaşıllar. 2 nömrə və 2 nömrədir. Nəriman o yeyir. Onu söyləmək istəyirəm ki, sahillikdə at çapmaqdan sonra ən böyük ləzzəti məhz pikapın arxasında açıq havada yol getməkdən aldım. Вот они, пацаны, едут в загоне. Здорово, пацанчики! Отдел Бурады. Карачи шəhəri baş polis idarəsi. Ve вот здесь вот стоят, короче, нормально так. А это Файсал банк. Вот, спасти человечество от риба. Исламский банк. Риба харам. Риба это салям. Процент. Ростовщичество. Альхамдулилля. Пусть всем тем, кто старается уйти от риба подальше, пусть Аллах даст баракат. Амин. Yes, this is shopping market. Good. We need that place. Вот. Для нас человек с автоматом останавливает движение. А böyle olur da böyle şeyler.
Вот на каждом этаже вот такой вот это одежды. Brother, how many floors are here in this trading center? How many floors? 1, 2, 3, 4 floors. How many? Наш товарищ, честно говоря, не знает на английском. Ну, ничего. Уже охотам olmadı. Kalkma. Yes, we go for presents. To buy some presents, okay? Souvenirs. Ve burada ne istiyorsan var su kıymetine. Вот. Наш охранник помогает нам нести наш тяжелый груз. Так. Вот здесь павлины у нас. Здесь птиц держат. Animals, yes. Вот. Это закрытый парк, он, короче, не для всех. Сюда бездельников не пускают. Сюда пускают только там, кто с семьей, там, кто такие серьезные люди, их только пускают. Охрана на дверях стоит, чтобы бомжи сюда никто не заходил. Axşam düşüb. Bizim isə gecə uçuşumuz olmağı bir qədər canımızı sıxırdı. İstədim sonda elə biraz at çapım, həmin obrazı şuurumda yaşadım. Ola bilsin bura nə vaxtsa qayıdacağam. Amma bu anda vidalaşmaq istəmirdim. Nə deyə bilərsən at haqqında? At biraz ya kocadı, ya bugün çok çapı var onu kulak asmadı. Geçti. Ama böyle yaxşıdır. Ve bax, bu neçə mərtəbəli məsciddir. Məscid. Neçə mərtəbə məscid. Bizdə bir dənə ilahiyyət, 3 dənə mərtəbədir. Burada gör neçə dənə mərtəbəli məscid var. Mühafizəni buraxıb onlarla sağollaşmalı idik. Bizi otelimizin yanında düşürtmələrini xahiş etdik. Hüseyn hətta onlara 5000 rupi çayvoy verdi. Axşam yollar bir qədər boşaldıqda yüksək sürətlə sürdüyündən adrenalin yaşadıq. Ты неси чек. Короче, смотри какое-то место там, чтобы мы не промахнулись. Вот, короче, у нас такое место. Thank you. Sağ ol, qardaş, sağ ol. Çox sağ ol. Белянчина qalxırıq. Это здесь такой ресторанчик, короче, где можно сесть нормально. Вот. Семейный ресторанчик, где можно здесь сесть. Давай туда пойдем. Вот нам принесли сюда еду. Да. Какой-то стейк. Да, стейк. Аристократический стейк, müəllim üçün. Kolonizirованный. Да, для меня бедностями сейчас один İzmir kebabı gətirdilər. Это плебейский, да, короче, pedalagalar üçün. Da. Kasıb küsur da. Hə, bax görsən. Bükülmüş. Вот. Kebabdır. Сейчас должны коктейли принести. Вот. В общем, после того, как покушаем, самое главное Hüseyn müəllimə мнение. Мне-то все равно, что кушать. Sən harda belə ətlərdən zaddan yeyə bilərsən? Belə steak Bakıda 40 manatdan aşağı deyil. Bir dənə steak hələm kebabı demirik. Ümumən Karachi çox xoşuma gəldi. Bu şəhərə tez-tez gəlib bura ilə ticari əlaqələr qurmaq istəyərdim. Bizim əsas planlaşdırdığımız iş baş tutsa, Azərbaycan-Pakistan arasında olan münasibətlərində balaca bir damla olacağıq. Müvəffəqiyyət isə Allahdandır.